Salam dostlar, mən Ömər, kanalımın yeni videosunamız hoş geldiniz. Hoş bulduk canım. Bugün yeni Minecraft Survival'ın ikinci bölümüyle siz güzel izleyicinin karşınızdayım. Çox söz demeden keçək oyuna. Dostlar, bildiğiniz kimi birinci bölümde çok yaşay bir şekilde başlangıç eləmişdik. Normal bir şekilde gelişmişti. Maden falan filan. Bura baskıncılara baskı atmıştık. Normal bir şekilde gelişmişti dostlar. İndi ise birinci bölümde dediğim gibi ikinci bölümde ne yiyeceğiz, yani bu bölümde ne yiyeceğiz diye andala. Yaşay bile başlangıç evi tikeceğiz dostlar. Heç de o eve ne ihtiyacı var hamısını bugün toplayırıq. Yani odundan tutmuş her bir şeyine kimi ve evimizi güzel bir yerde inşa edeceğiz inşallah. Videomuza kesmenize, videomuzu beğenmeyi, kanalımıza abone olmağı, bildirim tümünü atmayı unutmazsanızsa çok sevinirim dostlar. İndi ise devam edək. Dostlar, indi evimiz için lazımlı olan eşyalar en asası elbette ki odundu. Bazılardan elbette gördüğünüz gibi bu taraflarda doludur. Buradan yani yığacağız inşallah. Bir de bu taraflardan. O zaman sizi çok sıkmadan keçək tez bir şekilde odunlarımızı yığaq. Heç nə. Keçdik yığmağa. Okay, let's go. Baltamız kırıldı ve enden kırırıq. Bir dənə köyə deyək. Köydə eğer golem spawn olubsa golemi öldürək. Köyə gəldik, baxaq görək golem spawn olunub. Qardaş, bak golem yoxdur da sizdə. Aa, var. Güzel. Tezgah lan bu. İşte gidiyorum bir şey demeden. Hay anasını satayım ya. Alaca gösterdim ki yani baltamız bitti, onu öyle oxu yedik de bəstəsən. İndi təzdən oxu yedik, tez oraya gedək. İnşallah tutulmaz. Allah biz arada da oldu Allah. Kas. Bir şeye bacaramırıq da, yani adi golemi belə öldürəmirik. Allah burada demə hara qaçsam. Allah, oraya yoxa çıxdı bu. Allah, öldü bu. Adam öldü amına. 6 demir, yani 5 demir geldi. Bir demirimiz var idi, möhtəşəm. 2 dənə balta edirik, qoyuruq cibimizə. Və bəli, gəldik, kaldığımız yerdən devam edirik. Bir hemen tez bir şekilde baxım nəyə lazımdır, yəni əsas nələr lazımdır. Bir dənə baxım deyirəm. Dostlar, deməli 169 dənə odun lazımdır, adi odun. Bizdə 150 dənə zaddır, yığdıq, indi göstərəcəm. Huş odun, bir də ladin. Yəni bunlardan ən azı 3 dənə və yaxud 4 dənə istek yığsaq, yəni 64 deyil, 4 dənə yığsaq bizə çatır. Ona görə buradan tez huşla adi odunu kasaq, ondan sonra mən boğazın arxasına gedəcəm. Ladin varmı? Belə elədik, tez bir şəkildə o zaman neyniyə kaslaq. Okay, let's go. Və bəli, gördüyünüz kimi inventeri baxaq. 4 istək odun, 3 istək də, 3 istək olmayıb. Huş var. Yəni 2 istək belə bəsdir, amma 3 garanti olsun dedi. Yəni əgər lazım olsa belə yenə toplayacağız, heç narahat olmayın. İndi isə dediyim kimi ladini axtarmaq üçün ətrafı gəzməliyik. Ona görə bu dağın o tərəfinə keçmək lazımdır. Burada hələ ki adi ağaclar var. Allah qurtlar. Kemiğim yox deyə yoxsa evcilləşdirərəm. Yağımsı huşdu zaddı. Və gördüyünüz kimi tapdıq dostlar. Və gördüyünüz kimi ladin budur dostlar. Biri var koyu, biri var ladin. Oyda çox zor bir dənə yerdəyik. Həm huş var, həm adi odun var, həm ladin var. Mükemmel. Yəni süper, başqa, yəni tək sözdən süper. İndi bundan bir istək yığaq və evin inşasına keçək. Çox qırmağa ehtiyac yoxdur, əgər lazım olsa onsuz da gəlib həll edərik. Və mənim də kimi 2 dənə və şansım varsa olacaq. Gəl. Davay. İşte bu. İşte bu be! İşte bu!
Canavarımsan sən mənim. Sənə bir dənə yemək vermək istəyirəm, burası da yoxdur. Və var, sənə şey verəcəm. İndi qarşı tez bir şəkildə qayıdaq, əşyalarımızı toplayaq, ondan sonra yerimizi seçək və evimizi tez bir şəkildə eləməliyik. Və gördüyünüz kimi gəldik. Evimizi hansı tərəfdə qura bilərik? Biz mənə o çatmadı. Buralar çox boşdur. Buralar qəş olar mı? Bunun bənövşəyi ağaclarından doludur. Burada bilirəm, burası əslində qəşəkdir. Prosta ki, buranı təmizləməyə vaxt olacaq. Mənim də hal-hazırda çox az bir vaxtım var. Əslində dostlar, bir şey deyim. Biz bayaqdan burada ağac kastığımıza görə və burası, yəni heç olmasa biraz boş ərazi olduğuna görə mən düz bura evi tikmək istəyirəm. Buraları bağlayacağız, amma hələ ki üstünü belə torpaqla bağlayacağız. Sonra isə altlarını bağlayacağız ki, aşağıdan zombi və yaxud skeleton səsləri gəlməsin. Kürək lazımdır ki, buranı təmizləyək. Tez bir şəkildə kürək eləyək. İndi biz ilk öncə bu hissəni belə götürəcəz. Yəni bu hissədən başlayaq. Bunları tez qırmaq. Konuş artık. Bunları tez qırmaq lazımdır. Qırmaq nədir? Yəni qazmaq lazımdır. Dostlar, gördüyünüz kimi bütün kürəklərim qırıldı və buranı təmizlədim. Bunlar qaldı. Amına koyayım şu lafı söyle. Bunları da tez kəsək və evimizi inşa edək, çünki çox uzaqlıq bilirəm. Buranı bağlayarıq, amma indi yox. Gördüyünüz kimi çox qəşəng bir şəkildə böyük bir yer açdıq. İndi isə sakit olacağam. Yəni sadəcə siz ekranı izləyəcəksiniz. Sadə bir şəkildə evimizi düzəldək, amma envanterimi boşaldım ondan sonra. Heç nə, o zaman keçək evimizi düzəltməyə. Okay, let's go. Və bəli dostlar, tamına 2 saatdan çox vaxtım aldı. Siz tez bir şəkildə izləyin, yəni 1 dəqiqə və yaxud 1 dəqiqədən daha az bir şəkildə izlədiyinizə əminəm. Amma dostlar, belə gözəl bir ev çıxdı. Yəni BDM-də bəzi ilə onsuz da qırpdım, yəni görəcəksiniz. Yəni misal üçün deyə bilərsiniz ki, ala sən gəlin bu yarpaqları hardan aldın? Mənim yaddaşım olmadığına görə, yəni kompüterin yaddaşı çox az olduğuna görə OBS-i dayandırmaq məcburiyyətində qaldığıma görə elə bir OBS dayandı, öz-özünə kayıt dayandı. Amma kayıt silinmir. Yəni nə qədər çəkmişəmsə video, onlar qalır. Onlar dayandı. Sonra bir baxdım ki, OBS dayanıb. Yəni mən hələ bunları götürəndə, sonra misal üçün bunları eləyəndə, bunları sonra bu huşun pəncərəyə getdim, nə qədər qum götürdüm. İndi envanterimdə ancaq bir de bunlar qaldı. Yəni o boyda şeydən ancaq bir de bunlar qaldı. Sonra yarpaqzar elədim. Nə qədər yəni bir de bunu elədim. Buna nə idi ala? Əməlli başlayan yoruldum da, vallahi deyirəm. Yəni mən belə, yəni bunu görürsün nəysə. Mən yəni belə yorulmamışdım da. Amma çox qəşəng bir ev oldu. Helal olsun ulan. Bura tarla eləyəcəz. Bunu indi eləməyək. Yəni video burada bitirmək istəyirəm. Çox uzun bir video oldu. Dəhşət bir uzun bir video oldu. Yəni biz necə uzun video olmayacaq. Yəni sizə bir 10 dəqiqə və yaxud 8 dəqiqə olacaq. Amma mənə görə 2 saatdan çox oldu. Kayıtı da göstərəcəm inşallah. Dostlar, belə çox qəşəng bir ev oldu. Tabii canım. Yəni itimiz burada var. Buradan qəşəng bir yoldur. Elə bir alt həm depoda istifadə edə bilərsən tarlada. Amma mən tarlayı çölə eləyəcəm. Burada belə bir balkonumuz var. Buradan evə giririk. Elə bil burada belədir. Burada yatağı zad qoyacağım, yəni ki
ki, bura sunumlar zad qoyarıq. Bir də yəni bu evin yapımının videosunu açıqlamada qoyacağam. Gedib baxıb eləyə bilərsiniz dostlar. Adam ya, adam ya. Heç nə, dəhşət bir şəkildə yoruldum. Yəni 2 saatdan çox vaxtım getdi, amma məncə dəyər. Bütün ləvazımatlarımızı gətirəcəm bura. Onu bölüm arası eləyəcəm. Heç nə dostlar, çox möhtəşəm bir dənə video olduğunu düşünürəm. Videoyu bəyəndiyinizsə videomuzu bəyənməyi, kanalımıza abunə olmağı, bildirişləri açmağı unutmazsanızsa çox sevinirəm. Hamınız çox sağ olun, izlədiyiniz üçün cansınız, salamat qalın.